Salam əziz dostlar, əziz kanalımızın istifadəçiləri. Bugünkü mövzumuz erkən boşalma olacaq. Erkən boşalma nədir, hansı səbəblərdən yaranır və erkən boşalmanı hansı üsullarla müalicə etmək olar? Erkən boşalma problemi pasientləri ən çox narahat edən mövzulardan biridir. Belə ki, dünyada 10 xəstədən, 10 kişidən deməli 3-ü 4-ü erkən boşalma problemindən əziyyət çəkir. Bu problemlər adətən insanlarda ciddi psixoloji, özgüvənsizlik və özünə inamsızlıq yaradır və insanları seksual aktdan və cinsi əlaqədən qaçmağa meylləndirir. Ümumiyyətlə, erkən boşalma dedikdə adətən cinsi əlaqə zamanı bir kişinin əgər orqazm olma prosesi 3 dəqiqə və altında gedirsə, bu erkən boşalma adlanır. Erkən boşalmanın müxtəlif səbəbləri var. Biz ümumiyyətlə bu səbəbləri 2 yerə bölə bilərik. Orqanik səbəblər və psixogen səbəblər. Orqanik səbəblər adətən orqanlarda olan problemlər və ya bədənin digər orqanlarında yaranmış problemlərin nəticəsində yaranır. Məsələn, əgər sizdə prostat vəzidə infeksiyon proses varsa, prostat vəzidə kiçik məməcik dediyimiz kollikulus məməciyinin iltihabı baş verir və bu iltihabın nəticəsində erkən boşalma prosesi yaranır və ya orqazm sürətlənir. Nəticədə bir kişi 3 dəqiqə və onun altında boşalma prosesi yaşayır və bu da ona cinsi uğursuzluq və seksual uğursuzluq yaradır. Digər orqanlarda da olan problem, məsələn, bədənin digər orqanlarında olan problemlər də erkən boşalmaya səbəb ola bilər. Bunlara hansı problemlərə aid eləmək olar? Məsələn, sinir sistemi xəstəlikləri. Əgər nevroloji, psixoloji problemlər varsa, psixi pozuntular varsa və ya hər hansı bir nevroloji xəstəlik gedirsə, məsəl üçün, dağınıq skleroz xəstəliyi və ya şəkərli diabet nəticəsində sinirlərin zədələnməsi və ya avtoqəzalar nəticəsində sinirlərin zədələnməsi, bu səbəbdən nevroloji sistemdə yaranmış problemlər boşalmanın sürətlənməsinə gətirib çıxarda bilər. Erkən boşalmanın yaranmasının bir səbəbi də hormonlardır. Yəni, əgər cinsi sistemdə və ya ümumiyyətlə bədəndə digər orqanlarda, hormonal sistemdə problem, disbalans yaranırsa, bu erkən boşalmaya səbəb ola bilər. Kişi cinsi hormonunun azalması və yaxud da qalxanaməzər vəzin hormonal dəyişiklikləri, yəni hormonun miqdarının artması və ya azalması və digər hormonlarda, əsas da hipofiz vəzin hormonal pozulmalarında prolaktin hormonunun dəyişməsi nəticəsində və ümumilikdə bədəndə olan hormonal disbalans nəticəsində erkən boşalma prosesi sürətlənə bilər və ya erkən boşalmanın provokasiyası ola bilər. Ola bilər ki, yaratma səbəbi olmasın, amma erkən boşalmanı daha da pisləşdirsin. Məsələn, əgər əlaqədə olanda bir pasiyent, bir kişi 2 dəqiqə və ya 2 dəqiqə yarım ərzində əlaqədə olurdsa, hormonal balansın pozulması bunu daha da pisləşdirə bilər və əlaqə vaxtı 1 dəqiqə və hətta ondan da aşağı ola bilər. Erkən boşalmanın səbəblərindən biri də zərərli vərdişlər və həyat tərzidir. Ümumilikdə siqaret, spirtli içkilər, yuxusuzluq, psixotrop maddələr və ya uzun müddət hər hansı bir dərman maddələrinin qəbulu erkən boşalmanı sürətləndirə bilər. Amma əsasən erkən boşalmanın yaranmasının səbəblərindən biri sinir sistemində olan serotonin dediyimiz maddənin, mediatorun azalmasıdır. Stres, yuxusuzluq, yorğunluq erkən boşalmanın pisləşməsinə və ya yaranmasına gətirib çıxarda bilər. Erkən boşalmanın müalicəsində müxtəlif üsullardan istifadə edirik. Bu üsullar müxtəlif yerə bölünür. Adətən biz kompleks müalicə üsullarından istifadə edirik. Bu üsullar prosesin və problemin aradan qaldırılmasına xidmət edir və həmçinin erkən boşalmanın müalicəsində dərman terapiyası, fizioterapevtik prosedurlar, yəni aparatlarla müalicə, bundan əlavə psixoloji texnikalardan həmçinin istifadə etməklə erkən boşalma prosesi uğurla müalicə olunur. Doktor Həsən Səmədov sizin növbəti androloji və digər cinsi problemlər haqqında suallarınıza cavab verəcəm və bunun üçün bizim kanalımıza abunə ola bilərsiniz.